Aşağıda belə bir boy-boy sıyırməli hissəsi də var. Daha sonra belə bir az yaşlı uşaqlar üçün nəzərdə tutulan modeldir ki, qapılı belə bir dolabdır, bir sıyırmə ilə. Bu modellərin gördüyünüz kimi bazası da var ki, yenə də buradan rahat şəkildə istifadə edə bilərsiniz. Bu isə 2026 yeni istehsaldan çıxan, dizaynda olunan yeni bir dəstdir. Liftdən çıxan kimi gördüyünüz kimi mebellərdir ki, burada fərqli mebel salonlarından showroom yerləşir. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti video vlogumuzu çəkib hazırlayırıq ki, bu dəfəki videomuz gördüyünüz kimi Sama Mebel mərkəzindən olacaq. Burada yerləşən Alibaba uşaq mebel istehsalçısı olan Alibaba Mobilyadan olacaq ki, ölkədə ilk uşaq, beşik və gənc oda mebellərin istehsalçısı olaraq fəaliyyət göstərir. 15 ildən çoxdur ki, fəaliyyətləri var. İndi isə keçib ümumi olaraq sizlərin məhsullarla daha detallı və yaxından tanış eləyəcəm. Ünvan olaraq bildirim ki, yerləşir Neftçilər metrosunun düz yaxınlığında Sama Mebel mərkəzi. Gördüyünüz kimi 4 mərtəbəli mebel mərkəzidir ki, gələrkən xəritə üzərindən də rahat şəkildə Sama Mebel axtarışa verib tapıb daha rahat üsulla, daha rahat olaraq gəlib bu məkana çıxa biləcəksiniz. İndi isə keçib ümumi olaraq sizlərə məhsullarla, çeşidlərlə yaxından tanış edək. Qeyd edim ki, Alibaba Mobilya yerləşir Sama Mebelin 3-cü mərtəbəsində. Liftdən çıxan kimi inşallah elə sağ tərəfdə görmüş olacaqsınız. Getdik. Liftdən çıxan kimi gördüyünüz kimi mebellərdir ki, burada fərqli mebel salonlarından showroom yerləşir və girişdən sağ tərəfdə Alibaba markasının, Alibaba Mobilyasının showroomu artıq buradan başlayır ki, burada 1 otaq, 2 otaq, 3 otaq və gördüyünüz kimi bu koridor hissəsində bütün gördüyünüz uşaq mobilyaları, uşaq mebelləri Alibaba brendinə aiddir ki, indi isə başlayacaq girişdən həm koridorda ilk olaraq gördüyünüz beşiklər və daha sonra isə gənc oda modellərini bir-bir sizlər təqdim eləyəcəyik. Hansı modellərin adları ilə materialları, keyfiyyəti, aksesuarlar, hansı çeşid aksesuarlardan istifadə olunub, ümumi bunun haqqında məlumat verəcəyik. Qiymət öyrənmək istəyənlər isə qiymətlər dinamikdir, dəyişə bilir tez-tez, materiallarla bağlı, aksesuarlarla bağlı. Onun üçün qiymət öyrənmək istəyənlər qeyd olunan əlaqə nömrələrindən əlaqə saxlayaraq daha dəqiq öyrənə bilər. Həmçinin bu Alibaba Mobilya brendinin Instagram və TikTok var. Instagram və TikTok platforması üzərindən mütəmadi olaraq paylaşımlar olunur ki, qiymətləri ilə bərabər rahat şəkildə oradan da keçid edib həmən vaxta görə, həmən aya görə, həmən günə görə güncəl qiymətləri öyrənə bilərsiniz. Gördüyünüz kimi girişdə, koridorda olan çeşidlər, uşaq beşik çeşidlərdir ki, fərqli modelləri var. Ölçüsünə görə və funksionallığına görə qiymət dəyişir. Şkafla olan modellər var, sıyırməli modellər var, sadə modellər var və həmçinin qız və oğlan uşaqlarına özəl olaraq fərqli rəng tonları da var ki, yenə zövqünüzə uyğun olan modelləri rahat şəkildə gəlib həm qız, həm oğlan uşaqları üçün seçiminizi edə bilərsiniz. Material olaraq isə MDF və boya isə avtomobil boyası dediyimiz boya ilə boyalanır ki, daha uzun müddət istifadə etməyə imkan verir. Bu modellərin də digər çəkilişlərimizdən məlumatım var, bilirim. Demək 10-12 yaşa qədər istifadə eləmək olur həmən bu modelləri. Yəni uşaq böyüdükcə üstündəki demək hissələri ayrılaraq bunu tumba olaraq istifadə oluna bilir. Həmən bu hissə çevrilib yazı masası olaraq istifadə olunur. Aşağıda isə gördüyünüz kimi təxminən 1.50 boya qədər rahat şəkildə 12 yaş, 10, 12, 13 yaşa qədər rahat istifadəyə imkan verir. Həmçinin fərqli daha xırda modellər var. Türk istehsalı olan modellər də var ki, indi inşallah irəliləyən dəqiqələrdə digər çeşidlərlə də sizi tanış edəcəm. Qeyd etdiyimiz kimi ilk birinci girişdən sağ otaqda gördüyünüz kimi burada olan 4 modeli sizlər təqdim edəcəyik. Gənc otaq, gənc oda modelləridir ki, 20-25 yaşa kimi istifadə eləmək rahat şəkildə. Gördüyünüz kimi burada bu modeldə burada 1, 2, 3, 4, 5 hissəsi var, 5 predmet sayı var ki, bunu siz istədiyiniz saya uyğun sifarişiniz mümkündür ki, tək çarpayını da verə bilərsiniz və yaxud da çarpayı və dolab bir yerdə verə bilərsiniz. Həmçinin də rəng seçimləri də mövcuddur ki, yenə də istədiyiniz zaman əlaqə saxlayıb mövcud rəng seçimlərini soruşub dəqiqləşdirə bilərsiniz. Üzərindən həmən gördüyünüz kimi fərqli rənglərlə kombinasiya etmək mümkündür. Həmçinin eləcə də dolablar da aiddir ki, say olaraq qapılarına 3 qapılı, 4 qapılı, 5 qapılıya qədər sifariş etmə imkanı var.
yazı masasıdır. Daha sonra belə bir kitablıq və siyirməli hissəsi də var ki, rahat şəkildə öz qeyd etdiyimiz kimi sayı uyğun olaraq, öz zövqünüzə uyğun, ehtiyaclarınıza, uşaqlarınızın, övladlarınızın ehtiyaclarına uyğun hissələrlə bir yerdə verə bilərsiniz. Bu modellərin gördüyünüz kimi bazası da var ki, yenə də buradan rahat şəkildə istifadə eləyə bilərsiniz. Qeyd etdiyimiz kimi fərqli digər bazasız modellər də var. Bunu da sifarişinizə əsasən hazırlayıb sizlərə təhvil verilir. İkinci modelimiz gördüyünüz bu modeldir ki, qeyd etdiyimiz kimi aksesuarları da vakuumlu qapılardır. Aksesuarlar Türkiyə istifadə olunur. Bunun da gördüyünüz kimi yan tərəfində belə bir qoruyucusu var ki, bunlar da çıxıb girir. Ölçü olaraq yataqların 90-ın 1.90-a, 1-in 2-yə ölçüdə sifarişiniz verə bilirsiniz. Bunun da eynən avtomobil boyası və anti-allergikdir ki, rahat şəkildə gənclərdə, övladlarda istifadə etmək mümkündür ki, allergik uşaqlarda da problem yaratmasın. Dolabı da 3 qapılı, 4 qapılı, 5 qapılı olmaqla sifariş verə bilirsiniz. Növbəti belə bir daha az yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kravat yataq modeli var ki, bunların da yenə rəng seçimləri, fərqli rənglərlə sifarişiniz götürülür, fərqli rəng kombinasiyaları ilə. Aşağıda belə bir siyirməli, boyha-boy siyirməli hissəsi də var. Dolab daxildir. Daha sonra kiçik belə bir dolabı var. Bunların da 3 qapı, 2 qapı olmaqla fərqli sifarişlərinizi verə bilirsiniz. Eyni qaydada da rəng seçimlərində fərqli rəng kombinasiyası ilə sifariş verməyiniz mümkündür. Predmet sayı olaraq da ikili, üçlü otağın sahəsinə görə. Növbəti model belə bir modeldir. Yenə də ağ və bej rəng kombinasiyası iləndir. Oğlan uşaqları üçün daha çox uyğun gəlir. Bunda yenə fərqli üçlü hissədəndir. Belə bir dolabı, siyirməli dolabı da var. Belə bir dolabı var və yatağıdır. Bunlar da evlə öncəkindəki qeyd etdiyim kimi həmən eyni funksiyaları daşıyır. Növbəti 3 qapılı, 2 qapılı belə bir və 2 qapılı belə bir dolabıdır. Bir siyirmə ilə. Material olaraq yenə də eyni. Bütün mebel dəstələrində keçərlidir. Avtomobil boyasıdır, MDF olmağıdır. Burada da kiçik belə bir dolabı var və bir yatağı eyni. Bunların yenə də bazalı və bazasız olmaqla sifariş eləmək mümkündür. Sonuncu bu modelin özəlliyi bunların işıqla olan çeşidlərdir ki, burada LED işıqlarla təchiz olunub. Həm bu dolabda eyni qaydada LED işıqlarla, həmçinin də yatağında və belə fərqli bir paltar dolabı da var. Bunların da yenə rəng seçimlərini fərqli, öz zövqünüzə uyğun olaraq, otağın dizaynına, otağın rənginə uyğun olaraq rəng seçimlərinizi də uyğunlaşdıra bilərsiniz. Daha sonra isə keçirik növbəti otaqda olan gənc otaq və beşik modellərinə. Növbəti ikinci otaqda olan, zalda olan 4-5 fərqli yenə rəng çeşidləri ilə və modelləri ilə olan sizləri çeşidlərlə tanış eləyək. Girişdən girən kimi gördüyünüz kimi bu belə bir modeldir. Yenə 3 qapı, 4 qapı olmaqla sifariş eləyə bilərsiniz. MDF üzəri belə dalğalı bir modeldir. Belə yataq dəstidir. Bunların kənarları həm bu şəkildə böyüyəndən sonra çıxardıb rahat şəkildə istifadə edə bilərlər. Həmçinin də kiçik yaşlarda da təhlükəsizlik üçün istifadə edə bilərsiniz. Qaydada aşağıda da bir uzun yenə siyirməli üçlü hissəyə bölünür. Geyimlərini, paltarlarını rahat şəkildə istifadə edə bilər. Daha sonra belə bir az yaşlı uşaqlar üçün nəzərdə tutulan modeldir ki, burada uşağın bəlinməsi üçün və s. kimi hissəsi də var. Dolabın üzərində rahat şəkildə açıb paltarın geyinməsində, əyninin dəyişməyində istifadə edə bilərsiniz. Üzəri 3 siyirməli dolabıdır. Daha sonra 3 siyirməli belə paltar şkafıdır. Hamısı da öncə qeyd etdiyim aksesuarlar, material məsələsi hamısı keçərlidir. Burada da yenə fərqli rəng kombinasiyasından, boz və ağ rəng kombinasiyasından istifadə olunub. Bunu da siz zövqünüzə uyğun dəyişə bilərsiniz. Üzərində, hər birinin üzərində matras verilir, çatdırılma, quraşdırılma da var ki, rahat şəkildə Bakı və Bakı ətrafı ərazilərə sifariş edib əldə edə bilərsiniz. Növbəti bu öncəki modelin bir fərqli modelidir ki, burada artıq sırf ağ rəngdən istifadə olunub və
4 qapı modelidir. Belə də güzgü modeli də var. Qız övladlarında, uşaqları üçün uyğundur ki, rahat şəkildə də istifadə edə bilərlər. Qeyd etdiyimiz bu model isə Türkiyə istehsalı olan bu iki model, Türkiyə istehsalı olan beşik modellərdir. Baxın, bu yan tərəfdə çıxır. Əlavə olaraq da gördüyünüz kimi içərisində içliklər ki var, yataqdır, sonra digər hissələri, yastıqlardır. Bunları da əlavə üzərində istəsəz əldə edə bilərsiniz. Amma bunlar belə üzərində qiymətə daxildir. Qiymətə yalnız matras və həmən mebel dəstləri daxildir ki, növbəti model bu modeldir. Bunlar da kənarlar çıxır. Bunlar da yenə Türkiyə istehsalı olan çeşidlərdir. Fərqli, biraz daha fərqli modeldir. 12-13 yaşa qədər rahat şəkildə övladınız istifadə edə bilər. Bu isə 2026 yeni istehsaldan çıxan, dizaynda olunan yeni bir dəstdir. Burada da üzəri baxın belə yumşaq yataqla. Bu daha enlidir. Bu 1 metrdən 2 metrəyə olan yataq çeşididir. Bazasız modeldir. Gördüyünüz kimi ağ və bej rənglərdə kombinasiya olunub. Tumbası var, 2 siyirməli tumbası var, 4 qapılı belə bir paltar dolabıdır. Daha sonra güzgü termosudur, 3 siyirməli yazı masasıdır və yazı masasının kiçik şkaflarıdır, siyirmələridir. Qiymət soruşanlar qeyd etdiyimiz kimi bizi mütəmadi olaraq qiymət bəzi yerlərdə deməməmizi qınayırlar ki, bu da sırf bizim mağaza tərəfindən qaydalardır ki, bəzilərdə var. Qiymət rahat şəkildə demək olur, çünki qiymətlər stabildir. Bu kimi yerlərdə material daimi dəyişə bilərək, bu da qiymətə təsir edir. Onun üçün də biz standart qiymət videoda deyə bilmirik. Rahat şəkildə bir zəng ilə əlaqə saxlayıb, qiyməti də öz istəyinizə uyğun, öz sifarişinizə uyğun, ikili, üçlü, tək necə istəyirsinizsə onun qiymətini öyrənə bilərsiniz. İndi isə keçirik digər otaqlarda olan 2026 modellər ki var. Bundan başlayaraq əlavə 4-3 model var ki, onu da inşallah sizə təqdim edək. Baxın, burada belə bir model var elə otağa girməmişdən. Burada da 1, 2, 3, 4'lü və tumbası, kravatı daha geniş yataqlandır. Burada belə bir var. Qız uşaqlarının ən çox sevdiyi pink rəng. 2 mərtəbə modeli var. 2 mərtəbə model çeşidləri azdır. Burada da bir modelini görə bilərsiniz. Əgər iki övladınız varsa, bacı, qardaş, ikiz övladlarınız varsa rahat şəkildə 2 mərtəbədən istifadə edə bilərsiniz. Daha sonra gördüyümüz bu zalda son 2026 istehsalda olunan yeni modellərdir ki, yalnız bu istehsalçı tərəfindən bu modellər istehsal olunur, satış olunur ki, yəni əməkdaşlıq olunan mebel mağazalarda var. Onlarda da yəni bu modelləri görə bilərsiniz. Amma nəzərinizdə olsun ki, Alibaba brendinə aiddir. Alibaba istehsalçı fabrikindən istehsal olunan modellərdir. Girişdə belə bir geniş model var. Dolabı ilə, daha sonra siyirməsi ilə, boz ağ rənglərin birgə kombinasiyası ilə. 6 siyirməli, kiçik siyirməli, daha sonra belə geniş 4 qapılı və orta hissədə bu cür. Bu hissəsinə həmçinin güzgü ilə bir yerdə, güzgü ilə də etmək olar. Həmçinin şəffaf şüşə ilə də istifadə etmək olar ki, arxasında kitablıq kimi istifadə edə bilərsiniz və yaxud da gördüyünüz kimi dekor, hər hansı bir dekor suvenirləri qoyub istifadə edə bilərsiniz. Əlavə də yenə də burada bu 5 qapı modeldir, gördüyünüz kimi. Orta hissəsini də fərqli istifadə edə bilirsiniz. Bu da həmin modelin, demək, oxşar modelidir, 4 qapı modelidir. Bunlarda da fərqli. Hamısı vakum qapılardır, 2 siyirməlidir. Eyni qaydada avtomobil boyası MDF-dir. Daha sonra belə çıxıb keçən yan hissələrdir. Matras üzərində verilir, çatdırılma, quraşdırma qiymətə daxildir. Aşağıda uzun, bunun da eyni qaydada siyirməlisi var. Bu siyirmələr tam çıxır. Sonra belə bir yenə 6 siyirməli, xırda siyirmə ilə olan dolabı da mövcuddur ki, bunu da yenə son istehsaldan çıxan dəstimizdir. Daha sonra sağ tərəfdə belə bir dəst var. Bu dəsti də yenə eyni qaydada dediyim şeylər keçərlidir. Xüsusiyyətlər burada da eyni qaydada
Fərqli rəng tonlarıdır. Gördüyünüz rəngləri, modelləri, cüzi fərqləri var. Yenə də zövqünüzə, gözünüzə yatan rəngi sifariş eləyə bilərsiniz. Tünd rənglər, tünd rəng otaqlar üçün baxın belə boz və bej rənglərin kombinasiya olunmuş kitab rəfidir, daha sonra yatağıdır. Biz oturub göstərək. Matras olaraq üzərində verilir. 1 metrin 2 metrə olan, 1.90-a 2 metrə olan boydur ki, rahat şəkildə bunu bir 25, 24, 25 yaşa kimi ən minimum istifadə eləyə bilərsiniz. Daha sonra burada da sonuncu, yeni, həmən 2026 modellərin sonuncu göstərəcəyimiz modeldir ki, 4 qapı, 5 qapıdır. Burada da yenə eyni qaydada bu hissəni də özünüz güzgü və yaxud da şəffaf şüşə ilə də tutturmaq imkanınız var, sifariş verə bilirsiniz. LED modeldir, içərisində işıq da bu hissədə yanır. Burada müxtəlif dekorları yığıb fərqli bəzəyə bilərsiniz. Tək siyirməli belə bir gecə lampa altlığı, belə bir tumbasıdır, yatağıdır. Daha sonra belə bir yazı masasıdır və bunun şkafı biraz fərqlidir. Yandan açılan qapılar da var və 3 siyirmə daxildir. Gördüyünüz kimi bunu da yenə eyni qaydada tək çarpayı, tək şkaf olaraq, tək çarpayı, tək yazı masası və yaxud da tək belə dolab öz zövqünüzə uyğun, büdcənizə uyğun birinci əl istehsalçıdan daha uyğun qiymətlərlə ala bilərsiniz. Həm pərakəndə alanlar aiddir, həmçinin də topdan mağaza sahibləri, mebel satış edən mağazalarda bu istehsalçı ilə daha uyğun qiymətlərlə birinci əl olaraq istehsalçıdan əldə edə bilərsiniz. Qeyd etdiyimiz əlaqə nömrələri ilə pərakəndə almaq istəyənlər onda qeyd edim ki, hissəli ödənişdə mövcuddur ki, daha uyğun şərtlərlə büdcənizə gəlir. Yetmirsə, hamısını bir yerdə nəqd pulla almağa, yenə hissəli şəkildə böldürüb, rahat şəkildə, asan ödəmə ilə sizə rahat şəkildə əldə edə bilərsiniz. Bu qədər dostlar, ümid edirəm ki, kimlər ki, birinci əl sırf istehsalçı axtarırdı, arxayınlıqla bu məkanı, bu istehsalçısını tövsiyə edə bilərik. Alibaba brendidir. Bundan öncə bir neçə əlavə olaraq bizdən mebel çəkilişlərimiz olmuşdu. Yenə də bu da sizlər üçün əlavə bir seçim olaraq, əlavə bir məkan olaraq nəzərinizdə saxlaya bilərsiniz. Təkrar olaraq bildirək, yerləşir bu showroom mağaza Səma Mebelin 3-cü mərtəbəsində liftdən çıxan kimi sağ tərəfdə gördüyünüz kimi bu orta hissə, uşaq mebelləri olan hissə Alibaba brendindən istehsalı olan yataqlardır, dəstlərdir, şkaflardır, tumbalardır. Hamısı Alibaba brendinə, istehsalatına aiddir. Əlavə yenə hər hansı sualınız olarsa, məkanla bağlı, konumla bağlı əlaqə saxlaya bilərsiniz. Qeyd olunan əlaqə nömrələri ilə həmçinin sosial şəbəkə ünvanlarında qeyd edəcəyik ki, orada daha detallı, güncəl qiymətlərini rahat şəkildə öyrənə biləcəksiniz. Ətrafınızda övladı, yeni övladı olan və yaxud da mebel axtaran dostlarınız, rəfiqələriniz varsa da bu videonu həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb rahat şəkildə gəlib birinci əl istehsalçıda daha uyğun qiymətlərlə əldə edə bilərsiniz. Qiymətləri soruşa bilərsiniz, digər yerlərlə də yenə müqayisə edə bilərsiniz. Daha uyğun olduğu halda rahat şəkildə gəlib buradan seçiminizi edib alışlarınızı edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı unutmayın ki, daimi şəkildə çəkdiyimiz toplantıları siz də tanıyıb sərfəli qiymətlərlə alış-veriş edə biləsiniz.